Salam, hər vaxtınız xeyirli olsun. Necəsiz? Həyat necə gedir? Vəziyyət necədir? Daxili vəziyyətiniz, özünüz, həyata baxış bucağınız nə yerdədir? Ümid edirəm ki, hər şey yaxşıya doğru gedir. Bugün istədim ki, biraz inanclardan danışaq. İnanc deyəndə ağla dini təməlli bir şey gəlsin istəmərəm. Bu videoda danışacağımız hər şey ümumi bir mənadadır. Yəni siz ağlınıza gətirməyin sadəcə ki, inanc deyəndə yaradan inanmayan insan da ola bilər videoya baxan və yaxud da özünə görə inanc sisteminin təməli nədir? Nəyə inanır? Onun həyatda qalma səbəbi nədir? Həyata davam edərkən inandığı şeylər nədir? Çox ətraflı yanaşmaq istəyirəm bu mövzuya. Özünü sevmək, həyata baxış bucağının sağlam olması və s. Otağın işığını yandırmadım. Arada gün çıxıb batır. Bu məsələlərin əhatəsində danışmaq istəmişdim əslində. Amma sonra düşündüm ki, əslində nə qədər ki təmələ toxunmamışamsa, mən o mövzulardan danışsam belə onun təsiri nə qədər ola bilər ki? Ona görə də dedim ki, salamatı inancdan danışaq. Çünki mən özüm CBT texnikası ilə çalışıram, pasientlərlə və orada bizim əsas məsələmiz inanclardır onsuz da. İnsanın bu həyatda ara inancı, təməl inancı adlanan sistemi var ki, o inanclarımızın hamısı bizim böyüdüyümüz şəraitdən o qədər çox asılıdır ki. İnanc deyəndə nəyi nəzərdə tuturam? Ağlınıza gəlməyən şeylərdən danışacağam. Baxın, inanmaq ümumiyyətlə sən gündəlik həyatında bir şeyi mənalandırarkən, bir şeyi səbr eləyərkən necə bunu bacarırsan, odur. Nə mənada? Elə insanlar var ki, xarakterlərini bürclərinə bağlayır, məsələn. Elə insan var ki, xarakterlərindəki ümumi təsviri, özü haqqında bir fikir bildirir, məsəl üçün, gələcək haqqında, həyat haqqında danışır, batıl inanclardan ibarətdir. Ya da sadəcə olaraq anasının dediyi sözlərdən ibarətdir, atasının dediyi sözlərdən ibarətdir. Böyüdüyü mühitin birəbir eynisini inanc olaraq ürəyində daşıyır. Bax, inanc əslində budur. Gələk lap belə Allah inanmağın üzərində də danışsaq, hər bir insanın öz Allahı var. Necə? Əslində hər bir insanın Allah haqqında təsəvvürü özünə yanaşması ilə çox eynidir, bərabərdir deyərdim hətta. Bir insan özünə necə yanaşırsa, məsəl üçün, özünə ümidvar yanaşan insan, özünə səbirli, özünə gözəl formada yanaşmağa çalışan insan Allahı da o cür təsvir eləyir çox zaman. Amma yandırıb yaxan, Allahı ancaq cəzalandıran, yəni sanki hər şeyin təməli qorxaraq, cəzalandıraraq, yaxşıya gedərmiş kimi bu təməllə həyata yanaşan insanların çoxsu Allahı ancaq cəzalandıran və yaxud da yandıran bir tanrı kimi baxmağa seçirlər. Bu da ona gətirib çıxardır. İnanc çox şeydir, dostlar. Həyata baxışınız, həyata hətta tutunmağınız birbaşa bu inanclardan ibarətdir. Belə deyim, kiminin inancı böyüdüyü mühitdən çox asılıdır, kiminin inancı 50% asılıdır, kiminin inancı elə özüdür. Özümüzdə bəs nələr var? Bəs özümüzün içimizdə nələr var ki, nəyə əsasən o inancımız var? İnanmaq həyatı yaşamağa çox kömək eləyir. Amma nəyə inanmaq? Bunu tapmaq lazımdır. Elə olur ki, paylaşımlar görürəm, insanlar öz problemləri, şəxsiyyətdəki boşluqları, yəni sağalmalı olan tərəflərini bürclərinə yıxırlar, məsələn. Deyirlər ki, mən bu bürcəm, biz beləyik onsuz da. Halbuki elə bir şey yoxdur. Mən bürcləri danmıram. Bürclər var, yəni. Amma onu ki, şəxsiyyətin keyfiyyətinə, gündəlik fal mövzusuna çevirməyə ona qarşıyam. Yəni, sən bunları yaşayacaqsan, sən bu bürçsənsə, bunlar başına gələcək, sən bu bürçsənsə, ancaq bu bölgüyə sahib insanlardansan da, yəni bu kateqoriyadansan. Baxın, bu insanda zamanla o qədər möhkəmlənə bilər ki, konkret, yəni inanc olar və sən o inancdan kənara çıxa bilməzsən. Ya da fala inanmaq, ya da nə bilim, davamlı olaraq belə gələcəyə yönəlik, hər şeyi sanki bir şeyin üstünə atmaq təməlli inanclar var. Yəqin bildiniz nə demək istəyirəm. Bu inancların özü belə. Araşdırırsınız, mən məsəl üçün filan doğumluyam, filan tərəfdə doğulmuşam, filan bölgədə doğulmuşam, araşdıraq. Səndə bunlar olacaq böyük ehtimalla və ona əsasən sən həyatını yaşayacaqsan. Sən həyatın bu formada olacaq, yəni bundan kənara çıxa bilməz. Bu bilirsiniz neyinir zamanlı insana? Elə bürclərə inanmaqda, elə batıl inanclara inanmaqda, qabamdan qara pişik keçdi,
cüt asqırdım, tək asqırdım, gecə evi süpürdüm, problem olacaq, gecə dırnağımı tutdum, problem olacaq. Bunların hamısı insanın düşüncəsini limitləyir. İstər özü haqqında, istər həyat haqqında. Düşüncə limitlənəndə nə olur? İnsan öz həyatı haqqında nə qədər istəsə də realistik düşünə bilmir. Özünə çox limitli yanaşır, özünü kəşf etməyə ehtiyac belə duymur. Halbuki biz özümüzü bir ömrünə qədər kəşf etsək də yenə də az qalar. Çünki biz çox dərin varlığıq. Siz təsəvvür edin, bu qədər dərin varlıq olarkən inancınız çox limitlidir və çox bəsit şeylər üzərinə qurulub. Nəyə inanırsan? Bürcümə. Bürcüm bunu desə bu olacaq. Mən ancaq bu qədərəm. Bürcüm nə desə o qədərəm mən. Nəyə inanırsan? Falçım bunu dedi, mən ona inandım. Həyatım bundan ibarət olmalıdır da ancaq. Və yaxud da mən ancaq bu deyilənləri yaşayacağam. Nəyə inanırsan? Qabağımdan qara bir şey keçdi, günüm uğursuz keçəcək. Nəyə inanırsan? Ailəmdə sadəcə bunlar baş verdi, mən 100% bunları yaşayacağam. Çünki insan yaşadığı evə məhkumdur, böyüdüyü evə məhkumdur. Əgər bu qədər limit, bu qədər qısıtlı bir həyat olsaydı bizim yaşadığımız həyat, başqa gözəl nümunələr mövcud olmazdı. Bir ayılıb həyata baxanda insan görür ki, həqiqətən də həyatda gözəl şeylər var, yaşanır. Demək ki, yaşana bilər. Amma məsələ bizim özümüzdən asılıdır. Sən ancaq desən ki, mən sanki yazılı qanunlara həbs olunmuşam, məndə maksimum o qədərdir, onlar olacaq da. Elə onlar olacaq. Çünki sən özünü ancaq o qədərinə layiq görürsən. İnanırsan ancaq kənardan deyilən sözlərə məsələn. Mənə bu deyildisə, mən ancaq bunu yaşayacağam. Onu yaşayacaqsan olsun. Çünki sən özünə layiq gördüyün elə o oldu, yəni. O hər şeydən kənar çıxmaq belə istəmədim. Çabalamaq belə istəmədim, məsələn. Özünə çünki bunu rəva gördüm. Biraz sərt bəlkə də çıxdı, amma həqiqətən budur da, dostlar. Yəni, oturdub bu barədə çox düşünmüşəm. Görmüşəm ki, mən əvvəl-axır inandığım həyatı yaşamışam. Yəni, rastlaşdığım insanlar, həyatımda olan insanlar, onlardakı keyfiyyətlər, mənim özümə yanaşmam, hamısı mənim inancımın bəhrəsidir. İstər yaradana inanıramsa ona inanmağım, inanmıramsa ona inanmamağım da özünə görə, belə dediyim batıl inanclara inanmaq da özünə görə, hər bir şeyə inanc hər şeydir. Özünüz haqqında gümanlarınızı elə şey formalaşdırmalıdır ki, o şeylər sizin axırınıza çıxartmasın, yəni sizin özünüzü məhv etməsin. Mən də o yollardan keçmişəm. Mən də yeri gəlib bürclərə o qədər bir ara ilişmişdim ki, gündəlik onların rəyi olurdu, elə bilin ki, ya da fal özü. Mən də bu səhvləri eləmişəm. Səhv deyirəm, çünki bunların hamısı mənim beynimi xərçəng kimi ələ keçirmişdi. Mən onlardan çox güclə qurtulmuşdum. Etiraf edirəm və bundan da utanmıram, çünki mən bunları yaşamışam ki, deyir ki, ən yaxşı terapistlər yaranın içindən keçmiş olanlardır. Mən də özümə görə bunlardan təcrübə yığmışam ki, bunları rahatlıqla sizə deyirəm ki, həqiqətən də faydasız şeylərdir. Vaxt var idi, inanın ki, mən də bunların hamısında çox qəşəng belə hər gün canımı hopdururdum. Mən yəni oxuyurdum. Bugün bürcündə bunlar olacaq, sən bunları yaşayacaqsan. Ya da ki, həyatımda çıxmazda olduğum bir dönəmdəyəm, təcili cavab axtarmaq istəyirəm. Yəni, bu dəqiqə mən o cavabı tapmalıyam. Yoxsa mən yata bilmərəm, yoxsa mən yaşaya bilmərəm. Yaşa da, adama deyərlər. Zaten yəni işimiz, gücümüz onsuz da yaşamaqdır. Hər hara çatdıq, çatmadıq. Bizim əslində dərdimiz ömrümüz boyunca. İnanmağın özündə belə nə var? Əldə etmək istəyi. Mən inanım, bu olsun ya da bu olmasın. Bir yerə çatmaq təməlli bir düşüncədir inanmağın özü də. A nöqtəsindən B nöqtəsinə keçid etməklə bağlı bir şeylərdir inanmağın özü də əslində. Bir inkişafa dayanır, bir versiyamızın dəyişməsinə dayanır, həyatımızda bir şeylərin olmasına dayanır, nəticəyə dayanır. Və mən bunları həyatıma o qədər bir ara daxil etmişdim ki, həyatımda olan bitən hər şeyi onlara bağlayırdım. Bu birsiz nəyə gətirib çıxarmışdı? Mən paslanmışdım. Mən yaşamırdım. Kənarın dediklərindən ibarət idim. Hər hansı tanımadığım astroloqun dediyi rəydən ibarət idim. Mən belə olmalıyam deyirdim. Zamanla elə insana da çevrilirdim bu arada. Yəni bunlar həqiqətən olur. Amma siz düşünün, bu qədər sərmayə yatırırsınız, bu qədər enerji yatırırsınız ki, mən beləyəm ki, siz bir var ki, bu bayaqdan bəhs etdiyim inanc ki, kökü sağlam olmayan inanclar var. Siz təsəvvür edin, bu qədər bu tərəfə, bu inanca, sağlam olmayan inanca bu qədər enerji xərcləyib, həqiqətən də o insan olursunuzsa, sağlam olan təməlli inancları yaradıb, onlara enerjinizi xərcləsəz nələr olar həyatınızda? Kim olarsınız siz? Siz bir bunu düşünmüsünüz? Ətrafınızda gördüklərinizdən ibarət deyilsiniz. İnsan bu həyata gəlib ki, özünü kəşf eləsin. Əgər mən bu dəfə gəldiyim bu həyata, bircə dəfə gəlmişəm də, yəni.
Gəlmişəm bu həyata ki, mən özüm yaşayım, mənzər kimi yaşayım, sən özün kimi yaşarsan, bir başqası özü kimi yaşasın. Otururuq, özümüzü güclə qısıtlayırıq. Gələcəyi tapmaqla özümüzü, başımızı çürüdürük. Mən mütləq bilməliyəm hər şeyi. Ailə travmalarımızı reallığımız zənn eləyirik. Hər şey sanki buymuş kimi davranırıq. Genetikanı hər şey zənn eləyirik. Genetikam budusa mən ancaq bundan kənara çıxa bilmərəm. İnsanı inkişaf elətdirən ünsürlər çoxdur. Sosial, bioloji, ailə, mühit, təhsil, təlim. Pasientlərlə də danışanda bunu deyirəm. Bəzən onlar oturub deyirlər ki, məsəl üçün, bəzilərinin də inancı travmatik ailə həyatlarıdır da, böyüdükləri ailələrdə deyirlər ki, mən elə bilirəm ki, anamdan, atamdan ibarətəm. Mən ancaq onlar kimi əvvəl-axır qayıdıb onlar olacağam da. Yəni mənim özüm olmağım belə bilmirəm necə bir şeydir. Mən bəlkə də bunu bacarmaram deyənlər var. Başladıram onlara sadalatmağa. Bunu özünüz də edə bilərsiniz. Deyirəm ki, sadala. Səninlə valideyn arasında fərqləri. Sən hardasan bu yaşında, valideyn nələr edib, məsəl üçün, az-çox bilirik də öz valideynlərimizin keçmişini. Otur sadala. Mən özüm də onu etmişəm, məsəl üçün, bir başqası da onu edib. Özünüzün fərqində olmaqdır bütün dərdiniz. Əslində bir insan övladı bu dediyim sağlam olmayan inanclardan, o təməllərdən keçir ki, bütün dərdi özünü axtarmaqdır. Həqiqətən. Yəni, insan sağlam olmayan bir şeyi eləyəndə belə bütün dərdi əslində ya özünü xoşbəxt eləmək olur, ya özünü tapmaq istəyir. Yəni, incinsə belə məqsədimiz yenə özümüzdən bağlı olur, amma yenə o bir var sağlam olmayanı eləyirsən, əvvəl-axır yenə özünə çatmırsan. Bir var ki, sağlam olanı eləyirsən, amma ən azından bilirsən ki, özünü yaşayırsan. O yollardan keçmişəm, beynim sadəcə olaraq zəhərlənmişdi. Mən o qədər, sən fərz edin ki, mən bu qədər düşünə bilirdim də, amma düşüncə o qədər geniş bir şeydi ki, bu qədər düşünə bilirdim. Bu haşiyədən kənara çıxa bilmirdim. Nə deyilirdi ona bağlayırdım. Nə boşluğum var idi ona bağlayırdım. Belə bir insan sizcə inkişaf eləyə bilər? İnkişaf eləmək istəyən insan inanclarını doğru seçər, istənilən bir şey nəzərdə tuta bilərsiniz. İnandığınız şeylər sizi var eləyən şeylərdir. Əgər özünüzü yaşamaq istəyirsinizsə, artıq sizə yaxşı gəlməyən, sizi yarıda qoyan, sizi özünüzdən uzaqlaşdıran, özünüzü kəşf etməyə mane olan şeylərə inanmağı buraxmalısınız. Fal, bürc, batıl inanclar hamısı sizə ancaq zərər verir. Sizi özünüzdən uzaqlaşdırır. Hazır cavablılıq, hazır nəticəyə çatdırmaq, boş-boş şeylərlə fəxr eləmək. Nədir? Bunlar əgər həyatdırsa, bir yerə çıxmayacaqsınız. Çünki mən vaxtında bir yerə çıxmadım. Yəni, amma çox şükür ki, ən azından yəni hardasa ayıldım artıq. Və onu da birdən buraxmadım ha. Yəni çünki asılıq kimi bir şeydir bu, inanmaq. Bir şey inananda insan artıq onu davamlı ya tətbiq eləyir, ya görmək istəyir. Baxır da nəyə inanırsınız. Bir insana belə inana bilərsiniz. Bir insan sizin inancınız olar, hər şeyi ona bağlayarsınız. Daha öncəki videolarda da demişdim. Eviniz özünüzsüz. Ona görə də egoist olun demirəm. Sadəcə olaraq demək istəyirəm ki, siz özünüz təməlli yaşasanız, səhv olanda da onu özünüzdə həzm edib, bu səhv idi, bunu etsəm nə olar, etməsəm nə olar yönəlikli düşünsəniz, xarakterinizdə hər hansı əziyyət çəkdiyiniz və yaxud da başqalarına əziyyət çəkdirdiyiniz yönünüz varsa, oturub bunu bir düşünsəniz, deməsəniz ki, mən filan bürcəm ona görə belə idim, belə oldu. Mən filan bürcəm, ona görə mən kindaram, ona görə mən nə bilim qəlb qıranam, ay mən beləyəm deyib fəxr eləyənlər çox deyə görmüşəm. Bunu etməsəniz, ya da ki həyatınızda çox çətin dönəmdən keçirsiniz, aydınlıq axtarırsınız, onu tələskənlikdə, kartlarda, nə bilim, yəni fərqli rituallarda axtarıb tapmaq əvəzinə sadəcə özünüzə hisslərinizi yaşamağa buraxıb, o anı, o dövrü yaşasanız, hissləriniz də içinizdə boğulmaz. Yox yerə pulunuz da getməz cibinizdən və özünüzü anlaya-anlaya siz o dönəmi keçirərsiniz və sonra cavablar sizə zaten özü gələcək. İnancınızı yaxşı seçin. Sonra artıq biz ondan da sonra danışa bilərik ki, özünü sevmək nədir, sevilmək nədir, bilim, uğur qazanmaq və s. Bu qədər, bu saydığım, sadaladığım şeylərə inanan bir insandan mən nə qədər oturub danışsam, sən özünü belə sev, belə eləsən sevə bilərsən, belə eləsən seviləndə daha sağlam sevilərsən, məsəl üçün, belə eləsən uğur qazanarsan, belə eləsən hər hansı bir bacarığını inkişaf elətdirərsən, həyatın daha yaxşı olar kimi söhbətlər aparsam təsir eləməyəcək. Bunu anlamaq lazımdır. Anlamasanız təsir etməyəcək. Rahatlıqla deyirəm ki,
İnanc hər şeydir. Dəhşət. Mən çünki bu günə qədər, bu yaşıma qədər məsəl üçün çatdığım özümə görə nüanslarım, yerlərim var və görmüşəm ki, hamısı vaxtı ilə inandığım şeylər olub. Hamısının bəhrəsini yeyirəm mən bu gün. Yaxşı ya pis. Sizin özünüzdə eləsiniz. Hər hansı bir oturun düşünün də. Bəlkə də burada sadaladıqlarım o qədər kifayət eləmədi ki, çox şeylər deyə bilərik. Yəni əlində travmasını bayraq tutan insanlar sizcə nəyə inanır? Mən atam tərəfindən incidildim, anam tərəfindən incidildim, qonşu tərəfindən incidildim deyir, böyüyür, xəyanətkar bir insana çevrilir, yəni bilmə, insanların həyatını alt-üst edən insana çevrilir. Soruşsan cinayətkar da olur məsəl üçün. Soruşdun niyə elədin? Deyir ki, mən belə şeylər yaşamışdım. Bu da onun inancıdır. İnanır ki, mən beləyəmsə, bunu yaşamışamsa, bunları rahatlıqla eləyə bilərəm. Bu da ona inanır. Hər cür yəni. Limit yoxdur. İstədiyiniz formada düşünə bilərsiniz. Çünki hər insan həyatı o qədər unikaldır ki, mən burada sadaladığım bəlkə də kifayət eləməyə bilər ki, bu normaldır. Siz oturun bu dediklərim üzərindən dərinə gedin özünüzdə. Malı məli dediyiniz şeyləriniz nədir? Mən belə olmalıyam, bunu etməliyəm. Mən bundan ibarətəm deyib üstünə qərarlı formada durduğunuz tərəfləriniz hansılardır? Onlar ara inanclarınızdır. Ara inanclar da təməl inanclara yol aparır. Təməl inanclar ümumiyyətlə xarakterinizin kökündə yer salmış və həyata baxış bucağınızın olduğu nöqtədir. Hər şeyə yanaşmanız təməl inanclardan keçir. Ümid edirəm ki, ətraflı mövzunu sizə çatdıra bildim. Uzun zamandır beynimdə idi bunu da bölüşmək, danışmaq. Bugünə qismət imiş. Gözəl şeylərə inanın. Özünüzlə bağlı realistik şeylərə inanın. Məsuliyyəti üstünüzdən atacağınız şeylərə yox, məsuliyyəti üzərinizə götürəcəyiniz şeylərə inanmağa çalışın. Bir yazı da oxuyuram, son ərəfələr deyirlər ki, psixoloqa gedirsiniz, o qədər pul tökürsünüz ki, günah üstünüzdən atasınız və deyəsiniz ki, anam atam günahkar idi, qonşu günahkar idi, bunu eşitmək üçün o qədər pul verirsiniz. Şəxsən elə bir şey yoxdur. Mən öz adımdan deyim ki, elə bir məsələ deyil. Seans prosesi. Əksinə məsuliyyət üzərinə almaq prosesidir. Çətin də olsa qarşımdakı insana aşılanmağa öyrətməyə çalışıram ki, məsuliyyət sənlikdir. Ailən bərbad ola bilər, böyüdüyün mühit bərbad ola bilər, böyüdüyün sinif mühiti bərbad ola bilər. Elə insanlar var, ancaq ailədə yox. Müəllimindən məsəl üçün travma alıb gəlib seansa. O qədər olub ki, elə ona görə biz gərək pis insan olaq ya da əlimizdə bayraq tutaq ömür boyu ki, mən məzlumam, mən məsumam, istədiyimi eləyə bilərəm. Yox, onlar deyil təbii ki. Proses yəni bu qədər də gördüyünüz qədər bəsit və yaxud da çox sıradan deyil. Elə yəni psixoloqlar varsa onları indi bilmirəm, amma şəxsən belə bir şey yoxdur. Ona görə də rahatlıqla hər zaman təkidlə də bunu deyirəm ki, məsuliyyət bizdikdir. Videonun məqsədi buydu. Məsuliyyəti özünüzə götürmək, inanclarınızdan keçir, özünüzə yanaşmanızdan keçir. Bu qədər. Özünüzə yaxşı baxın. Ümid edirəm ki, məni yaxşı başa düşə bildiniz və özümü yaxşı izah eləyə bildim. Oturun düşünün bu videodan sonra. Bir xeyli oturun düşünün. Çox şey aydınlanacaq sizin üçün əminəm. Özünüzə yaxşı baxın. Yaxın günlərdə yenə başqa videoda görüşəcəyik. Hələlik.